Salam. Həndəsədə sözsüz bir isbat verəcəm. Əslində asan bir teoremdir. Çox asanlıqla isbat edə bilərsiniz, amma bu videoda fərqli bir isbat göstərəcəm. Bu isbat oxşarlığın nə qədər güclü bir silah olduğunu sizə göstərəcək. Deməli, bir düzbucaqlı üçbucaqdır. Katetləri AB, hipotenuzu hündürlük çəkilib, o da H-dır. İspat eləmək lazımdır ki, 1 bölü H kvadratı bərabərdir. 1 bölü A kvadratı sökərək 1 bölü B kvadratı. Asan bir teoremdir, amma çox gözəl bir ispat verəcəm. Sözsüz bir ispat olacaq, amma mən yenə də danışacağım. Deməli, düzbucaqlı üçbucağımız AB, iti bucaqları alfa, beta, hipotenuzuna S deyim. Hipotenuzu S olsun. Biz H-ın AB bölünsün S olduğunu bilirik. Bu hardan gəlir? Əslində sahədən gəlir o. Düzbucağın sahəsi katet ərazisinin yarısıdır və həm də tərəf vur hündürlük böl 2-dir. Buradan H-ı tapsaq, AB böləsi oradan alınır. İndi bilirik ki, bir üçbucağın bütün tərəflərini eyni bir ədədə vursaq, o üçbucağın bucaqları dəyişməz. Niyə dəyişməz? Çünki ona oxşar olan üçbucaq alınır. Burada A elə bir ki, A santimetrdir, orada A, yəni ədəddir orada A. İndi bunun bu üçbucağın bütün tərəflərinin hamısını vuraq, 1 bölək AB-yə. Bütün tərəfləri, burada AB ədədlərdir. 1 bölü AB-yə vuraq bütün tərəfləri. Onda nə əldə eləmiş olarıq? Onda əldə eləmiş olarıq, bucaqlar dəyişməyəcək. Alfa, beta yenə 90. Deməli, 1 bölü AB-yə vursaq, bura olacaq 1 bölək B, bura olacaq 1 bölək A və bura nə olacaq? S bölünsün AB olacaq buranın uzunluğu. 1 bölək AB-yə vururuq. Burada vurulsun 1 bölü AB. 1 bölü AB-yə vursaq, burada olacaq S bölək AB olacaq. Yəni, S bölək AB-də 1 bölü H-dır. 1 bölək H. İspat bitdi. Bu üçbucaqda, yeni üçbucaqda Pifagor teoremini yazsaq, 1 bölək H kvadratı, yəni 1 bölək H-ın kvadratı bərabərdir 1 bölək A-nın kvadratı plus 1 bölək B-nin kvadratını əldə etmiş olarıq. İspat bundan da bitdi. Gördüyünüz kimi bütün tərəfləri 1 bölü AB-yə vurduq. Ona oxşar bir üçbucaq alındı və orada Pifagor teoremini yazdıq. Teoremimiz ispat olundu. Yəni, bu isbatdan da görünür ki, oxşarlıq çox güclü bir silahdır. Sahədə çox güclü bir silah hesab edilir üçbucaqların içərisində. Növbəti videoda görüşərik. Sağ olun.